Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Kıymetli cemaat, her birinizi bu güzel vətənimizdən, bu füsunkar təbiətdən salamlayıram. Esselamu aleykum ve rahmetullahi ve barakatuh. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin ədəb və əxlaq mövzusunda olan şərafətli hədislərindən birini qısa şərhi ilə oxumaq istəyirəm. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, bir müsəlmanın yanında olmayan müsəlman qardaşı üçün dua etməsi Allah yanında qəbuldur. Bir müsəlmanın onun yanında olmayan müsəlman qardaşı üçün Allaha dua etməsi, onun üçün xeyir, bərəkət, bağışlanma, məğfirət, ruzu istəməsi Allah yanında qəbul olunan dualardandır. Burada istər müsəlmanlar kişilər olsun, istər qadınlar olsun. Hətta qardaşların qardaşlar üçün etdiyi dualar, bacılar üçün etdiyi dualar Allah yanında qəbuldur və müstəcəbdir. Bu zaman Allah Teala həmin o dua edən şəxsin başının üzərində bir mələk təyin edir. Elə ki, insan yanında olmayan müsəlman qardaşı üçün, bacısı üçün dua edir, Allah Teala onun başının üzərində bir mələk təyin edir. O mələk hər dəfə insan dua etdikdə deyir ki, amin, eynisi sənə də verilsin. Amin, eynisi sənə də verilsin. Baxın, bu hədisdə çoxlu faydalar var. Allaha dua edib, Allaha itaat etmək var ki, dua Allah yanında ən hörmətli, ən əzəmətli ibadətdir. İkinci, qəbul olunan dua var. İnsan bu duaları etdiyi zaman Allah Teala onun dualarını qəbul edir və onun etmiş olduğu dua müstəcəb dua olur. Üçüncü, mələyin onun başının üzərində dayanması var. Mələyin onun başının üzərində dayanması var. O mələyin amin, eynisi sənə də olsun deyə dua etməsi var. Yəni, insan bir başqasına dua eləyir və ona mələk dua eləyir həmin şey üçün. Sən məsələn qardaşı üçün Allahdan bağışlanma istəyirsən, sənin üçün Allahdan bağışlanmanı mələk istəyir. Sən qardaşı üçün Allahdan müvəffəqiyyət istəyirsən, sənin müvəffəq olmağını Allahdan sənin üçün mələk istəyir. Əlbəttə, onun duası, mələklərin etmiş olduğu dua daha tez qəbul olur. Sonra qardaşlıq bağları güclənib möhkəmlənir. Müsəlmanların bir-birinə bağlı olub tabi olmaları, müsəlmanların bir-birlərini sevməsi, müsəlmanların bir-birinə hörmət bəsləməsi Allah yanında daha mötəbər, daha əziz və daha güclü olur. Bu hədis həmişə xatırlamamız gereken hədislərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm burada insanları xeyrə çatdıran, onları xeyrə faydaya yaparan və eləcə də şərdən sovuşdurub uzaqlaşdıran əməl haqqında xəbər verir. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, bir qardaşın o biri qardaşı üçün etdiyi dua Allah yanı cavabsız qalmır və qəbuldur. Hətta mələklər sənə yaxın olur. İnsan mələklərlə yaxın olmaq dərəcəsinə çatır, o mələk onun başının üzərində dayanır. Qardaşlıq bağları da olduqca mühümdür. Hədiyyələşmək, dua etmək, qardaşının adını xeyirlərlə çəkmək, onun eyiblərin, qüsurların danışıb insanlar arasında söyləməmək. Ələl xüsusda ədəb və əxlaq mövzusunda olan bu hədis. Hansı ki, İslam dini ən gözəl əxlaqı və ən gözəl ədəbi tamamlamaq üçün gəlir. Bu hədis də daima xatırlamamız gereken hədislərdəndir. Özümüz üçün dua etdiyimiz kimi müsəlman qardaşlarımız üçün də dua edək. İmam Əhməd ibn Həmbəl, Allah ona rəhmət etsin, danışır ki, mən hər gün namazımda 70 qardaşım üçün onların adların və atalarının adlarını çəkərək Allaha dua edirəm. Onların adlarını və atalarının adlarını çəkərək Allaha dua edirəm. Allah Teala bizləri eşidib başa düşüb faydalanan və ən gözəlinə tabi olan qullarından etsin.